Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü testimizin izahında sizə qarışığa aid məsələlərin sınağının izahını verəcəm. Keçək suallarımıza. Deməli, birinci sualımızda yazıb ki, tərkibində eyni mol sayda, yəni eyni mol miqdarda asetilen, metan, etilen olan qaz qarışığının kütləsi 210 qramdırsa, qarışığın həcmi neçə litr olar? Deməli, asetilen C2H2, metan CH4, etilen də C2H4-dür də. Aha, deməli bunların deyir mol miqdarları eynidir. Mol miqdarları eynidir, amma bilmirəm də nə qədərdir. Ona görə hamısına XXX yazıram. Bizə deyir kütlələrinin cəmi 210 qramdır. Deməli burada emirlərini də aşağıda verib, birinci 26x eləyir, üstə gəl 16x üstə gəl 28x-ə bərabərdir 210-a. Deməli bu eləyəcək 4, 5, 70. 70x bərabərdir 210-a. X də bərabərdir 3-ə. Deməli, x3 aldım. Qarışığın həcmini istəyir. Yəni, 3-ü 22.4-ə vurub, bəzən 67.2 yazırsınız, amma olmaz. O, qarışığın həcmini istəyir. Deməli, mən x-i 3 tapmaqla bunların hərəsinin 3 olduğunu tapdım. Onda bizim qarışığımız 9 moldur. 9-u da vururuq 22.4-ə. Aydın oldu. O da eləyir 201,6. Cavab Y variantı. Bizə dəqiqə. Hə, düz. Davam eləyək digər sualımız. Bərabər həcmdə götürülmüşdür. Azot və oksigendən ibarət qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Ümumiyyətcə, məsələn, tutaq ki, bizə desələr ki, məsəl üçün deyirəm də, hidrogenə görə nisbi sıxlığını deyir də. Məsələn, tutaq ki, bizə deyir ki, azot qazının hidrogenə görə nisbi sıxlığını tapın. Onda biz bilirik ki, DH2 bərabərdir, hidrogenə görə sıxlıq budur. Azot qazı bilirsiniz ki, N2 yazılır, MR 28-dir, hidrogenə nəzərlə nisbi sıxlığı dəyəndir, 28-i 2-yə bölsüz 14-dür. Yəni, mənim nümunə verdiyim, yəni indi şifahi dediyim bir dənə qazdır. Amma məsələnin şərtində 2 qazdan gedir söhbət. Yəni, nəyi demək istəyirəm? Bilməyənlər özündə qeyd eləsin. Qaz qarışığının nəyə görəsə nisbi sıxlığını tapın deyəndə, əvvəlcə həmən qarışığın orta molyar kütləsi tapılır. Məsələn, mən azot qazının hidrogenə nəzərən nisbi sıxlığı deyəndə, gördünüz ki, bu təkcə bir dənə qazdan gedir söhbət. Ona görə bunun kütləsini böldüm, emerini böldüm, hidrogenin emerinə və nisbi sıxlığı tapdım. Amma bu, burada elə demir axı. Bu deyir ki, azot və oksigen qaz qarışığını özü bərabər həcmdədir. Bərabər həcm, bərabər mol deməkdir də. İndi bilmirəm nə qədərdir. X qədər N2, X qədər də oksigen var. Bərabər həcm dediyi üçün XX yazdım. Deməli, bu qaz qarışığının ümumiyyətcə yadınıza saxlan. Burada 2 qaz yox, 3 qaz da ola bilər, 4 qaz da ola bilər, 5 qaz da ola bilər. Yəni, onu demək istəyirəm ki, qaz qarışığının nəyə görəsə nisbi sıxlığını tapın deyəndə, əvvəlcə onun M ortası tapılır. M orta necə tapılır? Ayrı indeksə vurursan, yəni, belə deyim də, ayrı indeksə vuranda bunlar bunun emeridir də, bilirsiniz. Azotun ayrı 14, 2-yə vuranda 28, oksigen ayrı 16, 2-yə vuranda 32. Aha. Deməli, biz M ortanı necə tapırıq? Mollarını vururuq emerlərinə, bölürük molların cəminə. X plus X bərabərdir. Bu da nə qədər eləyir? 30-a. Deməli, biz nə tapdıq? Bu qaz qarışığının M ortasını 30 tapdıq. İndi hidrogenə görə nisbi sıxlıq deyəndə həmən 30-u, yəni M ortanı 2-yə böləcəm, cavab eləyəcək 15. Cavab D variantı. Üçüncü sualda. Müəyyən temperaturda sabit həcmli qapalı qabda 1 mol CH4 var. Bu qaba 1 mol H2 əlavə edilərək birinci qaz qarışığı, sonra birinci qaz qarışığına 1 mol Z2H6 əlavə edilərək ikinci qaz qarışığı alınır. Metanın molyar kütləsini və qaz qarışığının orta molyar kütlələrini müqayisə edin. Deməli, başlayırıq nəyə? Deməli, bizim əlimizdə əvvəlcə CH4 var. Bunun demiri 16-dır. Deməli, bizim əlimizdə 1 mol CH4 var. Yəni, burada cavablara baxanda əvvəl CH4-ün öz emerini tapın deyir. Sonra o qazlar gələndən sonra onların M ortasını tapın deyir də. Yəni, müqayisə eləyək. Deməli, əvvəlcə 1 mol CH4 var və bunun kütləsi 16-dır. Bu kənarda dursun. İndi bunun üzərinə
1 mol H2 əlavə edilərək birinci qaz qarışığı alınır. Görürsünüz, cavablarda bunun M ortası hesaplansın deyir. M orta bərabərdir 1 vur 16 üstə gələk. Yəni 1 mol CH4, 1 vur 16 üstə gələk. 1 vur 2. Niyə? Çünki üzərinə 1 mol H2 gəldi də. Bölür indi molların cəminə. Bu da neçə eləyir? 9. Gördünüzmü? Deməli, birinci qaz qarışığının M ortası elədi 9. Sonra nə deyir? Deyir ki, bax, bu birinci qaz qarışığı var. Bax, onun üzərinə 1 mol CH6 gəl. İndi M orta bərabərdir. 1 vur 16 var idi. 1 vur 2 var, 1 vur 2 gəlmişdi. İndi də 1 vur CH6 30'du, 30 gəldi. Böl 1 plus 1 plus 1'in cəminə. Bu deyilir 48 3'ə böləndə 16. Gördünüz? Bax belə. Deməli, biz nəticə itibarilə burada nə görürük? Elə bil, bax, bu CH4'ün MR-ilə ikinci qaz qarışığının elə bil M ortası bərabərdir. CH4'dən ikincinin M ortası bərabərdir və birincinin M ortasından böyükdülər. Bir dənə A variantına baxın. CH4 16 idi, düzdür? Biz sonra birinci qaz qarışığını alandan sonra onun üzərinə nə gəldik? Nə gəldi üzərinə? Yəni 1 mol CH6 və onun M ortasını hesabladıq. Bu 16 ilə bu 16 bərabər çıxdı. Onlar da böyükdür 9'dan. Cavab A variantı. İndi 4-cü suala keçirəm. Deməli, 4-cü sualda CH2, CH4, CH6 var. Görürsünüz. Qarışığın kütləsi, bax, qarışığın kütləsi 174 qramdır. Və deyir, qarışıq yananda 12 mol CO2 alınıb. Bu qarışıq yananda 12 mol CO2 alınıb. Deyir, bu qarışığın tərkibində olan ümumi atomların sayını müəyyən edin. Gəlin belə deyək də, əvvəl belə düşünək. Bizim bu qarışığımızın içərisindəki bu atomların ümumi sayını istəyir, düzdür? Onda belə çıxır ki, mən bu qarışığın içərisində neçə karbon, neçə hidrogen olduğunu bilməliyəm. Onsuz da karbonun sayı buradan bilinir. Niyə? Qarışıq yananda, bu qarışıq yananda 12 mol CO2 alınmaq o deməkdir ki, o qarışığın içində 12 dənə karbon var. Amma hidrogeni bilmirəm. Çox rahat əslində məsələ. Necə görə bilirəm bunu? Baxın, 174 qram nəyə aiddir? Əlbəttə ki, karbonla hidrogenə. Çünki bu qarışığın içində karbonla hidrogen var. 174 qramını indi mən bilmirəm də nə qədər karbondur, nə qədər hidrogendir. Amma burada bir ipucu var, karbonu tapa bilərsən. Bir karbonun ayrı 12 deyilmi? Burada 12 dənə karbon var, bu 144 eləyir. 144 qram karbon var. Deməli, 174'ün 144'ü karbon olanda 30'u da nədir? 30 qramı da hidrogendir. Gördünüz? 174'ün 144'ü karbon olanda 30 qramı da hidrogen imiş. 144 qram karbon 12 dənə karbon atomu deməkdir. 30 qram hidrogen 30 dənə H atomu deməkdir. Çünki bizdən atom sayını istəyir. 30 qram hidrogen 30 dənə hidrogen atomudur. Çünki bir hidrogen atomu 1 qramdır. 144 qram karbonda 12 karbon atomu deməkdir. Cəmi deməli 42 dənə atom var. Atomda deyəndə N-aya vururuq da. Cavab elədi C variantı. Digər suala keçirəm. 5-ci suala maraqlı bir sualdır. Deməli CO var, CO2 var əlimizdə və bizə deyir ki, bunun ikisi bir yerdə 250-dir. 250 millidir. Sonra üzərinə oksigen əlavə edib. Bilirsiniz ki, CO oksigəndə yanıb CO2-yə çevrilir. Amma karbon qazı yanğını söndürür. O yanmır da bilirik. Əksinə yanğını söndürür. Deməli, birinci reaksiya getdi, tənli yazdıq, əmsallaşdırdıq. İndi görün, diqqətdən fikir verin. Baxın, bizə deyir əlimizdə CO-dan, CO2-dən ibarət 250 milli qaz var idi. Üzərinə 100 milli oksigen gəldi. Onda deyə bilərik mi, qarışıq nə qədər oldu? 350, düz deyilmi? 250 qaz var idi, 100 milli də oksigen tökdü, oldu 350. Amma deyir, reaksiya başa çatandan sonra qaz qarışığı 300 oldu. Onda nə baş verdi? 50 itdi. Loru dilindən deyirəm də, 50 yoxa çıxdı. Yəni, bu nə deməkdir? Sərf olundu. Çünki biz 250 var idi, 100 də tökdüksə, bu oldu 350. Amma öcə reaksiya getdi axı. Reaksiyadan sonra deyir, reaksiya başa çatandan sonra qarışıq deyir 300-ə düşdü. Onda belə çıxır ki, 50 milli azalma, itkimiz baş verib. Həmişə də azalma bilsiniz, o reaksiya girənlər azalır da, düzdür mü? Girənlər azalır, alınanlar artır, birlikdə bunu. Aha, 50 milli arada yəni sərf olunubsa, deməli bu oksigendir də. Çünki
CO ilə CO2 250 orada durmuşdu. 100 gəldi, 350 oldu. Reaksiya qutaran kimi oldu 300. Deməli burada 50 ml oksigen sərf olunub. Düzdürmü? 100 ml-nin 50 ml-si sərf olunub. 50 ml-si də bax bunu 300-ün içindədir. Aha, onda olarmı? Fırsat bu fırsatdır da, belə deyək. Olarmı? 50 ml oksigenə neçə ml CO sərf eləmişəm, onu tapım. Hə? Buradan neçə eləyir bu? X bərabərdir 100. 100 ml CO. Bax, fikir verə bilirsinizmi? Aha. Deməli 250-nin 100 ml-si CO imiş. 150 ml-si CO2 imiş. Qutardı. İlkin qarışıqda CO-nun mol payı. Deməli 250 100%-dirsə bizə dəqiqə sığışmadı ora. Faiz tapacağım. Deməli 250 qarışığımın 250 100%-dirsə bu məndən bax CO-nun faizini istəyir. 100-üm də X-dir. O da eləyir 40%. Aydındır mı? Bu 40%-dirsə CO. Onda CO2 də 60% imiş. Yaxşı mı? Altıncı sual. Altıncı sualda nə görürəm? Deməli, etanın başlanğıc həcmi X-dir. Etanın etilenə dehidrogenləşən həcmi 6 litrdir. Reaksiyadan sonra qaz qarışığının nə deyir? Helyuma görə nisbi sıxlığını tapın. Bax, o cümlə yenə gəldi bizim qarşımıza çıxdı. Reaksiyadan sonra qaz qarışığının nəyə görəsə nisbi sıxlığı. Deməli, qaz qarışığının nəyə görəsə nisbi sıxlığı deyəndə əvvəlcə onun emortası tapılır da, bunu bilirsiniz. Ümumiyyətcə, indi gəlin nəyə fikir verək? Etan etilenə keçib. Tənli yazıram. Deməli, etanın başlanğıc həcmi X-dir. X litr etan götürülüb. Amma deyir, etilenə keçən həcmi 6 litrdir. Görün, baxın, düzmü qurdum? Deyir, etanın başlanğıc həcmi X-dir. Etilenə keçən həcmi 6 litrdir. Onda deyə bilərəmmi? X çıx 6 qədər CH6 artıqdır. Artıq. İndi mən ümumiyyətcə bax bu cümləni dəfələrlə testlərin içərisində də deyirəm. Bir reaksiyadan sonra qaz qarışığı deyəndə, bax çünki cədvəlin içərisində o söz var. Reaksiyadan sonra qaz qarışığı deyəndə, kim bilmirsə bunu qeyd eləsin. Reaksiyadan sonra qaz qarışığı deyəndə alınan qaz nəzərdə tutulur. Bir də girəndən artıq varsa. İndi biz burada nə gördük? Burada alınan qazlarım var, CH6 və H2. İndi mən bunu onsuz da tapacağım bunları. Ki bunlar faktiki burada var. Bir də girəndən artıq varsa. Hansı ki girəndən artıq uca görsənir ki X-6 qədər CH4, üzr istəyirəm, CH6 artıq qalıb. İndi gəlin görək 6 litrə bir A yazıram, bir B bunları tapıram. Litrin altına əmsal vururum ki 14 yazılır da. Onsuz da hamısı litrdən olduğu üçün mol da yaza bilərdik. Nəysə. Buradan A eləyir 6, B də eləyir 6. Əla. Tutardı. Deməli, mən nəticə itibarilə sonda nə görə bildim? 6 litr CH4 var. 6 litr hidrogen var. Çünki reaksiyadan sonra qaz qarışığı deyəndə alınanlar nəzərdə tutulur. Alınanları tapdım. Bir də girəndən artıq varsa, o da ki, nə qədər artıq var? X-6 litrdə CH6 oldu. Aha. İndi gəlin başlayaq. İndi reaksiyadan sonra qaz qarışığının helyuma görə nisbi sıxlığı deyir. Qaz qarışığının nəyə görəsə nisbi sıxlığını tapın deyəndə əvvəlcə onun emortası tapılır da, bilirsiniz. Bu da deyir ki, helyuma görə nisbi sıxlıq 5-ə bərabərdir. Deməli, buradan n bərabərdir 20-yə. Bu tane. Helyuma görə nisbi sıxlıq düsturu budur. Helyuma görə nisbi sıxlığı 5 veribsə, deməli, bu qaz qarışığının emortası 20-yə bərabərdir. Deməli, yazıram 20 bərabərdir. Deməli, bax, bu qaz qarışığının emortası 20-yə bərabərdir. Yazıram 6 vur 28, üstə gələk. 6 vur 2, üstə gəl. X minus 6 vur 30, bölək. 6 plus 6, üstə gəl x minus 6. İndi baxaq. Bu 6'lara yaxşı yox, bir getdilər. Çarpaz vururam 120, üstə gəl 6x, yox. 120, 20 vurdum 6'ya da. Üstə gəl 22 bərabərdir. Deməli, nə eləyir? 6 və 8, 48. 4 yadda. 6 və 2, 12, 14. 12 də gəndə. Elə bil, bax. Elə bil bu hissə 160 eləyir. 160. 160 yox ey.
180. 160 nədir? 180 üstə gəl 30x minus 180. Bu 180-lərə yaxşı yol. 20x bu üzə keçirəndə 10x bərabərdir 120-yə, x-ə bərabərdir 12. Çox qəşəng, maraqlı bir sualdır. Sadəcə sualın içərisindəki o cümlələrin mahiyyətini başa düşmək lazımdır. Reaksiyadan sonra qaz qarışığı deyəndə alınan qaz nəzərdə tutulur, bir də girəndən artıq varsa. Alınanı da tapdım, girəndən artıqları da tapdım. Elə? Helyuma görə nisbi sıxlığı 5-dirsə, deməli bu qaz qarışığının orta molyar kütləsi 20-yə bərabərdir. Bunların da M ortasını 20-yə bərabər eləyərək cavabımı çıxartdım. Bu qədər. Davam edirəm, 7-ci sualıma keçirəm. Magnezium oksiddən ibarət qarışıqdır. İkisi bir yerdə 20 qramdır. Onsuz da qarışıq məsələlərində, yəni bu tip suallarda həmişə onsuz da məqsəd axırda bu verilən kütlənin hərəsinə nə qədər olduğunu tapmaqdır da. Yəni faktiki olaraq belə olur həmişə bu artıq. Yəni bu qarışıq məsələləri. Üzərinə aşxolor gəldir. Tənlikləri yazıram. Magnezium hidrogen çıxartdı. Əmsallaşdırıram. Aha. Mənə deyir ki, burada 4,48 litr qaz ayrılıb. Qaz görürsünüz də burada ayrılıb. 4,48 üstə yazıram. Altına əmsal veririm ki, onda 4'ü yazıram. Uşaqlar, fırsat bu fırsatdır ki, mən həmən 4,48 litr hidrogenə görə magneziumu tapa bilərəm. Bax, bu elə bil tənasibi qurdum da, yəni bax, bunu görürsünüz. Elə x bölü 24, 4,48 böl 23,4. O da 0,2 eləyir, vuranda neçə eləyir 24'ə? X bərabərdir 4,8 qram magnezium. 20'nin 4,8'i magneziumdursa, 15,2'si də magnezium oksiddir. Buyurun. Bu da deyir magneziumun kütlə payı. Problem yoxdur. Obşu olan bir şey həmişə neçə faizdir? 100%. Magnezium istəmirmi? 2,4'də x faizdir. O da bərabərdir. 2,4 nədir? Mən bizə dəqiqə qoy. Üzr istəyirəm. Magneziumu 4,8 almışam. Hə, 4,8. Deməli, bununla bu gedir 5 qalır. 5'i 4,8'ə vuranda 24%. Bax belə. Cavab C variantı. Deməli, 8-ci sualda. Lövhə məsələsi var. Burada bir əziz müəllimlər, abituriyentlər. Lövhə məsələlərində kim çətinlik çəkirsə izah eləyəcəm. Diqqəti məndə olsun. Ümumiyyətlə yadınızda saxlanın. Mən həmişə belə bir cümləm var. Deyirəm ki, məsələlərdə məsələnin şərtində artma-azalma görəndə həmişə tənliyin özündəki artma-azalmaya baxın. Baxın, bizə deyir ki, dəmir lövhəni qurğuşun 2 nitrat məhluluna saldı. Bilirsiniz ki, dəmir qurğuşundan aktivdir deyə onu çıxardır. Bu zaman deyir, lövhənin kütləsi 15,1 qram artır. Mən dedim axı, məsələnin şərtində artma-azalma görəndə tənliyin özündəki artma-azalmanı izləyin. Mən nəyi nəzərdə tuturam, bilirsizmi? Baxın, dəmir özü 56 qramdır. Dəmir lövhəni saldıq. Buradan qurğuşun lövhə çıxdı. Nə qədərlə? 207-nə. 56 daxil oldu, 207 çıxdı. Onda burada nə qədər artım var? 151 qram artım var. Deməli, bu bizə deyir ki, bu zaman məhlula neçə qram dəmir keçib? Əgər 151 qram artım əsnasında 56 qram dəmir lövhə məhlula keçibsə, 15,1 qram artım əsnasında nə qədər olar bu? Əlbəttə 5,6. Görsünüz, elə də çətin deyil. Yəni, ümumiyyətcə də, məsələn, şərtində də verilən ədədlərdə artma-azalma əgər görərsinizsə ki, var, onda tənliyin özündəki artma-azalmaları izləyin. Hə, bir də yadınızda saxlan, hə. Məsələn, şərtində artma var. Məsələn, şərtində artmadır, amma tənlikdə azalmadır. Belə şey olmur, ha. Məsələn, görürsünüzmü? Bu şərtdə dedi ki, 15,1 qram artım var. Bu, bunların verdiyidir. Deməli, 100% bizim öz tənliyimizdə də artma var. Gördünüz, həqiqətən sübut elədim ki, 151 qram artım var. Yoxsa onlar artma versin, bizdə azalma olsun, belə şey olmur, ha, bu arada bunu biləsiniz. Ədədlər də rahat, analog ədədlər olur, rahat ixtisar gedə bilən.
İndi nəyə baxacam? Hidrogenlə oksigenin deyir qaz qarışığıyla qapalı qabda reaksiyası. Deməli, biz əvvəlcə hidrogenlə oksigeni reaksiya aparaq. Mən reaksiya gördümsə, birinci 10 yazıb əmsallaşdırıram. Sonra mənə deyir ki, 54 qram su alınıb. Suyun üstü 54 qramı yazdım. Mənə deyir, bu zaman 32 qram oksigen artıq qalıb. Və bizə deyir ki, ilkin qarışıqda neçə mol oksigen olub. Bizə dəqiqə, əgər burada 32 qram oksigen artıq qalıbsa, onda bir sən tap gör nə qədər oksigen xərcləmsən. Hələ bir buna bax. Qramın altına kütlə yazılır da. Bu 32, bu da 2 vur 18, 36 eləyir də 2 mol su. Buradan x neçə eləyir? 48 qram. Çünki elə bil bununla bu gedəndə 18 üstəgə 1.5-dir da bu. Aha, 48 qram. Deməli, uşaqlar, əziz müəllimlər, mən buradan tapdım ki, 54 qram su almaq üçün 48 qram oksigen sərf eləmişəm. Bu da deyir 32 qram da oksigen artıq qalıb. Deməli, başda nə qədər imiş oksigen? 80. Gördünüzmü dedim? Aha. 80 imiş ki, 48-i sərf olunub, 32-si də artıq qalıb. İndi ilkin qarışıqda neçə mol oksigen olub? 1 mol oksigen 32 qramdırsa, 80 qramın neçə moldur? 2.5-dir də bu da. 2.5. Hə, üzürlü hesab edin. 9-cu sualın variantlarını yazmamışam. Açıq sual kimi gedib də, eybi yox. 2.5 eləyir, yaxşı mı? 10-cu suala keçirəm. Tərkibində sinkin kütlə payı 25% olan mis və sinkdən ibarət qarışıq. Yazıram. Mis və sinkdən ibarət qarışıqdır. Deyir, üzərinə xlorid turşusu gəl. Bilirsiniz də, mis, civə, gümüş, hidrogendən sonra gələn metallar, mis, civə, gümüş. Onlar ancaq qatı sulfat, qatı nitrat, duru nitratla reaksiyaya girə bilir. Orada da normal duzsu bir də nəsə alınır da, X1 nəsə bir qaz çıxır. Onu da öyrətmişəm. Amma belə deyim də, digər turşular hidrogenə qədər olan metallarla girir ancaq. İndi burada bu mis hidrogeni çıxardanmaz axı. Bu reaksiya getmir. Amma sink H-xlorla gedir. Çünki sink hidrogendən əvvəl gələndir. Hidrogendən sonra gələnlər turşularla reaksiyaya girmir. Ancaq mis, civə, gümüş, qatı sulfat, qatı nitrat, duru nitratla girir. Başqasıyla girmir. Platinlə də qızıl ayrılıqda götürülmüş heç bir turşuyla girmir. İndi başlayırıq nəyə? Deməli, burada nə görürük biz? Bizə deyir 0.2 mol hidrogen alınıb. 0.2 molu yazdım. Molun altında əmsal yazıldı. Əvvəlcə mən nəyi tapacam? Mənə deyir ki, sinkin kütlə payı 25%. Gəlin əvvəlcə sinkin kütləsini tapaq. 65-dir də sink də burada. Bu neçə eləyir? 13 qram. Həmən 13 qram sinkim 25%-dirsə, bu da opşi qarışıq istəyir. X-ə də 100%-dir. Bu da eləyir 52. D variantı. On birinci sualda 7-ci sualdandır, amma biraz belə deyək də, biraz nisbətən çətin versiyasıdır, amma çox çətin deyil. 11-ci sual izah eləyim indi. Magnezium, magnezium oksid. İkisi bir yerdə 10 qramdır. Mənə deyir, bunun üstü H-xlor gəldi. Yox, magnezium, magnezium oksid. Aha. Bu ümumiyyətlə qarışıq deyəndə mən həmişə maddələri alt-alta yazıram. Siz də elə yazın. Deyir ki, bunun üzərinə H-xlor gəldi. Gələk. Əsasi oksidli turşuyla girib normal duzsu verir. Tənli yazdım, əmsallaşdırdım. Bu birisində də magnezium xlor 2 üstə gəl H2. Burada da yazdım, əmsallaşdırdım. Mənə deyir, çıxan qazın yanması. Orada 7-ci sualda sadəcə 4,48 litr qaz ayrılmışdı dedi. Oradan hidrogen qazı ayrılmışdı. Gətirib üstə yazıb magneziumu tapmışdıq. Amma burada elə demir. Deyir, burada çıxan qazın yanmasından 1.8 qram su alınır. Baxın, burada su 2 yerdə var. Ha, burada var, bir də burada var. Amma o elə demir axı. O deyir, çıxan qazın yanmasından 1.8 qram su alınır. Yəni 1.8 qram su bu sudur. Çıxan qazın yanmasından alınan su çünki odur. Bura 36. Gəlin görək burada neçə mol hidrogen sərf eləmişəm. Bu nə qədər eləyir? 0.1 mol. İndi aparıram, 0.1-i gətirirəm, yerinə qoyuram. Molun altında əmsal. Magneziumu tapıram. X, bu da 24. X də bərabərdir 2.4 qram magnezium. Bizə nə istəyir o? Bizə dəqiqə. Magnezium oksidin kütlə payı. Aha.
10 qramın 2,4 qramı maqneziumdur. 7,6 qramı maqnezium oksiddir. Maqnezium oksidin kütlə payını istəyir. Onun 100% isə 7,6 76%dir. Bu da belə. Cavab B variantı. O birisi də 24% deməkdir. Deməli, 12-ci sualda nə deyir? Mislə sinkdən ibarət qarışıq. Mis, bir də sink. Yer üzərinə artıq miqdarda xlorid turşusu gəldim. H-xlor. Bilirsiniz ki, mis getmir. Burada sink xlor 2 üstəgəl H2. Tənli yazdım, əmsallaşdırdım. 0,2 mol hidrogen ayrılıb deyir. Molun altı əmsal. Buradan sinkin kütləsini tapıram. Niyə bilirsizmi? Çünki mənə deyir sinkin kütlə payı 10%. Əvvəl bir sinkin kütləsini tapaq. Bu elədi 13 qram. İndi özü dilinlə deyir ki, bu 10%dir. 13 qramım 10%dir. Onda bu qarışıq istəyirək. X-ə də 100%dir. X deyir 130. Cavab D variantı. O biri suala baxaq. Deməli, bizdə xlor 2 var, N2 var, bir də oksigen var. Bunların üzərinə kalium yod gəlib. Birinci yezə gələcəm, çünki o birilər onsuz da getmir. Burada alınır kalium üstəgəl, kalium xlor üstəgəl yod. Əmsallaşdırırıq. Deməli, bizə deyir 12,7 qram yod ayrılıb. 12,7. Yodun da emeri verilib orada 254. Bizə deyir ki, qalan qazın həcmi 8,88 litrdir. Gəlin belə eləyək də. Qalan qaz hansı qazdır? Bax budur. İkisi bir yerdə 8,88 litrdir. Onda onlarla mən gedim özüm xlorun neçə litr olduğunu tapım. Bəli. Bu da 22,4 litrini tapıram da. Görüm, əgər N2 ilə xlor ki 8,88 litrdirsə, bəs xlor nə qədər imiş? X nəyə bərabərdir? 1,12 litr. Gördünüz, tapdım. 1,12 litr. Bizə nə deyir? Xlorun ilkin qarışıqda həcm payı. Deməli, 8,88 bulardı. 1,12 də budur. Cəmi elədi 10 litr. Onun 100% isə xlorun istəyir. 1,12 də X-dir. X də bərabərdir. Deməli, neçə eləyir? 11,2. Cavab C variantı. Deməli, 14-cü sualda. Deməli, qaz qarışığının tərkibi NH3 ilə oksigendir. NH3 ilə oksigendir, reaksiya girib. Özü də orada yazıb ki, qarışığın tam oksidləşmə məhsulu yalnız oksidlərdir. NH3 əslində 2 cür gedir də oksigenlə. Biri bu reaksiyadır. Biri də ki, temperatur katalizator olandadır. Orada NO+ su alınır. Bu da deyir, yalnız oksidlər alınır. Yalnız oksidlər alınırsa, onda katalitik oksidləşmədir. Tənliyəm sallaşdırıram. Aha. Mənə deyir, bunun ikisi bir yerdə. 54 qramdır. Üzr istəyirəm, 54 litrdir. Lap yaxşı. Onda hərəsinə nə qədər olduğunu istəyir. Bizdən nə istəyir? Amoniyakın həcmini. İkisi bir yerdə 54 litrdir, düzdürmü? Biri 4 həcmdədir, biri 5 həcmdədir. Belə yaza bilərəmmi? 4x üstəgəl 5x bərabərdir 54-ə. 9x bərabərdir 54-ə. X eləyir 6-ya. İndi 6 yapar 4-ə vur. Bu eləyir 24 litr amoniyak. Bir də 6-yı 5-ə vur. 30 litr oksigen. Buyurun. Amoniyak istəyirdi 24. Cavab D variantı.
Sonra 15-ci sualda azot və amoniakdan ibarət qaz qarışığına 20 litr aşxlor əlavə etdikdə qaz qarışığının həzmi 25% azalır. Qaz qarışığının qalan hissəsinin tam yanmasına 15 litr oksigen sərf olunursa, qarışıqdakı azot neçə qram lityumdan tamamilə reaksiya daxil olar? Azot və amoniakdan ibarət qaz qarışığına 20 litr aşxlor əlavə etdikdə qaz qarışığının həzmi 25% azalır deyir. Əgər belə eləyək də, siz bilirsiniz ki, N2 və amoniakı yazsaq, bunun üstünə H-xlor gəlsə, bu getmir onsuz da. Gedən amoniakdır H-xlorla. NH4 xlor verir. 20 litr H-xlora, qulaq asın 20 litrə elə 20 litrdə amoniak sərf olunacaq. Niyə? Çünki birin birədir də. 20 litr H-xlora 20 litr amoniak sərf olunacaq. Və burada amoniak reaksiya girəndə deyə, sizə demişəm də, reaksiya girənlər azalır, alınanlar artır. Yəni biz 20 litr amoniak sərf eləmişik. Bu deyir, bu 25%-a yoğundur. Onda olarmı mən tapım görüm ikimiz bir yerdə nə qədərik? X-ə də 100%. Bu da X bərabərdir 80 litr. Deməli 80 litr həm N2, həm də NH3-ə bir yerdə aiddir. İndi bizə deyir qaz qarışığının qalan hissəsi. Onda belə eləyək də, qaz qarışığının qalan hissəsi deyəndə onsuz da N2 var, 100%. Çünki N2 reaksiyada iştirak eləməyib. Bir də amoniakdan deməli artıq var da, çünki deyir qaz qarışığının qalan hissəsi. N2 var, çünki girməmişdir reaksiya. Deməli amoniakda 20 litr sərf olunub, amma indi 80-in içində nə qədər başqa, yəni artıq qalan amoniak var, onu bilmirəm. İndi onu necə tapa bilərəm? Bu deyir qaz qarışığının qalan hissəsinin tam yanması. Bilirsiniz ki, N2-ni oksigenlə apara bilmərəm, çünki o ildırım çaxanda gedir. NH3 oksigəndə yandıranda N2 üstə gəl su verir. Tənli yazıram, əmsallaşdırıram. Aha. Deməli hazırdır. Mənə deyir 15 litr oksigen sərf olunub, 15 litr. Amoniakı tapıram ki, görüm nə qədər burada amoniak sərf olunub. 4 vur 22 onda 4 budur, 3 vur 22 onda 4 budur. Bunlar gedir, X eləyir 20. 20 litr NH3. Deməli mən belə başa artıq mən belə qənaətə gəldim ki, 80 litrin içərisində 40 litr NH3 var imiş. 40 litrdə N2 var imiş. Bu 40 litrin 20 litrini H-xlora sərf elədi. Həmən amoniak. 20 litrini də oksigenlə yanmaya sərf edib. Görün düzmü qənaətə gəldim. Bax, qarışıq başda tapdım ki, obşu 80 litrdir. Mən də yuxarıda tapmışdım ki, 20 litr amoniak H-xlora sərf olunub. İndi də burada aşağıda tapdım ki, 20 litr amoniak da yanıb. Deməli 80-in 40 amoniak imiş, 40-ı da azotdur. İndi deyir ki, oksigen sərf olunarsa, qarışıqdakı azot neçə qram lityumdan tamamən reaksiya girer. Qarışıqdakı azot onsa 40 litrdir, tapdım. İndi bu azotu lityumdan apar deyir. Lityum azotdan bilsən də özü adi şəraitdə gedir. Lityum 3N. Tənli yazandan sonra əmsallaşdırırıq. Aha, indi orada nə deyir? Neçə qram lityumla. Azot nə qədərdir? Azot budur da 20 litr. Üzr istəyirəm 40 litr. 40 litri qoydum bura. Altına əmsal veririm ki, onda 4 yazdı. Neçə qram lityum X? Bu da 3 vur. Lityumu verib 7'ye. Buradan da bu neçə eləyir? 10 eləyir. 4'e gedir. 5 onda 6. 3'ü 7'ye vuranda 21. 210. 210'u böləcəm 5 onda 6'ya. 210'u böləcəm 5 onda 6'ya. Vergül attım. 0 buraya gəlir. 7'ye gedir 300. 7'ye gedir 8. 4'e gedir. 2'ye elə bir 2 yaparır 4. 150. O da neçə eləyir? 3 dəfə. Yox, bir dəqiqə nəsə səhv getdim. Bir dəqiqə üzr istəyirəm. Burada əmsallaşmada səhv eləmirəm. Ona görə alınma deyil bu. Bizə dəqiqə deyirəm. Axı heç bir səhvliyim yoxdur. Deməli sağda 6 dənə lityum var. İndi bilirəm, mən yazanda siz mənim səhvimi orada gördünüz. Aha. Deməli sağda 6 dənə lityum var. Ona görə ora 6 düşdü. Aha. Biz bu onsuz da 40 litr belə deyək də. Əlimizdə 80 litrin tapdıqca 40 litri azotdur. Həmən 40 litr azotu
neçə qram lityum sərf eləyərik? 6 vur 7 budur. Bu da 20 onda 4-dür. Aha. İndi başlayaq. Bu 4-ə gedir 5 onda 6, 4-ə gedir 10. 6 və 7 42, 10-a vuranda elə bil 420-yi bölürük 5 onda 6-ya. Vergül atsam 0 bura gələr. Elə deməli 2-yə gedir 28, 2-yə gedir 21, 0, 0. Sonra neçəyə gedəcək bu? 7 və 8, 56. 7 və 2, 14. 75% eləyir də. 75 eləyir, bəli. Deməli bu bizə dəqiqə. 4 dəfənin onsuz olmaz. 75%. Bəli. Cavab 75. Əziz müəllimlər, abituriyentlər, bugünkü testimizin izahı bu qədər. İnşallah növbəti sınağımızın izahında görüşənədək sağ olun.